Köməkçi nitq hissələrinə aid 2 sualı izah edəcəm. 219. Cümlələrdə fərqləndirilmiş sözlərə əsasən uyğunluğu müəyyən edin. O şagirdini incidəcək bir kəlmə belə dilinə gətirmədi. Burada belə ədatdır. Belə qəhrəmanlardan ibrət götürmək lazımdır. Necə? Əgər suala cavab verirsə, deməli ədat ola bilməz. Burada əvəzli idi, işarə əvəzliyi, sifəti əvəz eləyib. Baxaq görək hansı fikirlər doğrudur. Leksik mənası var. Leksik mənası var fikri ikinci sözə aiddir. Bu doğrudur. Bunu götürə bilərik. Fikrin təsirli ifadə olunmasına xidmət edir. Təsirli ifadə edirsə, deməli ədatdan söhbət gedir. B də doğrudur. Cümlə üzvü deyil. Cümlə üzvü deyil, ədat cümlə üzvü deyil. Bunu götürə bilərik. C bəndi. Cümlə və cümlə üzvləri arasında əlaqə yaratmağa xidmət edir. Əlaqə yaratmaq sözü varsa, deməli bağlayıcıdan söhbət gedir. Ona görə birinci cümlədəki belə sözü ədatdır, ikinci cümlədəki belə sözü isə əvəzlikdir. Bağlayıcıdan söhbət gedə bilməz. Ona görə D-ni çıxdıq. Və suala cavab verir. Suala cavab verir fikri də belə sözünə aiddir. Deməli, bizim cavablarımız olacaq A, B, C, bir də E. 220-ci sual. Cümlələrdəki fərqləndirilmiş hissələrə əsasən verilmiş fikirləri Eyler-Venn diaqramına uyğunlaşdırın. Söz ki var, bir ucu yalandırsa, bir ucu doğrudur. Buradakı ədatdır, qüvvətləndirici ədat. Elə fikirləşirdi ki, körpü çayın o tayında qalıb. Burada isə ki bağlayıcıdır, özündən sonra vergül qoyulub. Baxaq hansı fikirlər uyğundur. Mənaçaları yaradır. Mənaçaları yaratmaq ümumiyyətlə qoşmaya aid fikirdir. A-nı çıxdım. Yalnız qrammatik mənası var. Bu hər ikisinə aiddir. Bu üçüncü orta kəsikən yerdə olacaq. Danışanın ifadə etdiyi fikrə münasibət bildirir. Bu modal sözə aiddir. C-ni çıxdım. Cümlələr arasında əlaqə yaratmağa xidmət edir. Bu bağlayıcıya aiddir. Ona görə bunu buraya yazacağım. D bəndi. Fikrin təsirli ifadə olunmasına kömək edir. Fikrin təsirli ifadə olunması da ədata aiddir. Deməli, bu doğru E bəndi də olacaq birinciyə. Cavablar olacaq E, B, D.